Hı. Deməli, harda qaldıq? Hə. Deməli, nə edirdik? Gəldik bir dənə printer metodum var. Printer metodumun main'i var, yəni enter point'i budur. Database-də məlumatlar gəldi, oturdu dokumentin içərisinə. Sonra mən bir dənə printer tipində bir dənə dəyişən yaradıram. Adına printer deyək, bərabərdir new printer. Və nə edirəm? Keçirəm bunun içərisinə printerin nöqtə print metodunu çağırıram. İçərisinə bir obyekt ötürürəm. Obyektim olur, tutaq ki, D. Yuxarıdan gələn D. D-ni ötürdüm bura. Run elədim. Nə deyəcək? Deyəcək ki, işçi müqaviləsi, baxın, buradan ötürdüyüm informasiya gəldi dakın içinə, işçi müqaviləsi göndərildi dedi. Okeymi? İndi mən bunun içərisinə D-ni yox, printin içərisinə D-ni yox, string tipdə bir informasiya göndərim. Salam, run eləyirik. Run eləyəndə nə deyir? Deyir ki, printeri açma. Görürsüz, çünki nəyə görə? Bu printer tipində deyil bu informasiya. Aydındır. İndi mən bura salamı göndərdim. Təbii ki, bura rəqəm göndərərəm, nə göndərərəm fərqi yoxdur. Deyir ki, sən datanı al, apar ötür dokumentin içinə. Dokumentin içinə ötürəndən sonra mən gələcəm, burada bunu yoxlayacağam dokumentin. Daha doğrusu bir dənə life circle düz izah eləyək. Deyir ki, bir dənə dokumentin içinə al, ötür. Dokumentin içinə ötürəndən sonra o dokumenti də ötürəcəksən printerin içərisinə. Printerin içərisində bu yoxlanılacaq. Əgər print oluna bilən informasiya tipindədirsə, onu print eləyəcək. Okey. Yox, print oluna bilən informasiya deyilsə, bunu qaytaracaq bizə. Marker interfeysin əsas məqsədi budur. Çox bəsitdir. Yəni içərisində heç bir gövdəsi olmayan, yəni heç bir abstraksiya saxlamayan interfeys növüdür. Məqsədi GVM-də sadəcə runtime vaxtı GVM-də nə etmək? Belə deyim də, informasiya xarakterli məlumatlar vermək üçündür. Əsas istifadə yeri. Java-nın köhnə versiyalarında, yəni 5-dən kiçik versiyalarında istifadə olunur. Banklarda hələ də qalır. Bu günlər bu arada istifadə olunur demək deyil ya, hələ istifadə olunur. Amma Java 5-dən sonra annotationlar gəldi. Annotationlar gələndən sonra artıq bu kimi məsələləri belə deyim də marker interfeyslərin istifadəsi azaldı. Amma yox səviyyədə deyil. Təbii ki də o bəzən elə bir şey olur ki, tələb olunur ki, səndən. Çünki hər şeyin annotationu yoxdur da. Hə, custom annotation düzəldə bilərikmi? Bəli, düzəldə bilərik. Yəni də təməlində o da buna dayanır. Amma yəni istər siz intervyudan soruşsunlar, istər sizin özünüz proyektlə qarşılaşasınız, proyektlə qarşılaşasınız ki, ha, burada bir interfeys var, içində heç bir abstraksiya saxlamır. Nə edirik? Deməli bunun bir marker interfeys olduğunu bilirik. Deməli bundan hardasa bir asılılıq var. Asılılıq da əsasən instance of vasitəsilə yoxlanılır ki, bu print oluna bilən tipdədirmi, yoxsa yox, yoxlamaq üçün. Aydındır? Sual var? Sual varmı? Marka Buyur. bu arada özümüz custom düzəldə bildiyimiz kimi, baxın, serializasiya üçün və yaxud da digər belə deyim də Java-nın özünün marker interfeysləri var. Yazaq Java marker interface list. Okey. Yəni görək və bizə bir list versin. De, bura baxın. Serializasiya, klonlama üçün var, random accent üçün var, event listener üçün var. Bunun bəziləri də bu arada şeydəndir. Android-da da istifadə olunur ona görə də. Məsələn, baxın, clonable. Deyir ki, bu A klassı klonlana biləndir. Aydındır mı? Yəni shell copy, deep copy. Mən shell copy, deep copy bunları göstərmişdim, yoxsa necə mən onu unutmuşam. Elə indi onu deyəcəkdim, onu keçməmişik, qalmadı. Elə indi gördüm yadıma düşdü, Onu qonur. şey eləyər, o növbəti səfərdə dərslərimizin birinə salaram, oldu mu? Məncə keçmişdi axı uşaq kooperativ klub. Yox, yox, şöyle kopya Yəni etməmişik. onda belə eləyərsiniz. Zəhmət olmasa dərslərə baxarsınız. Əgər keçmişsə keçməyək, keçməyibsə, keçməmişsə şey eləyərik. Yox, Keç yox, mənim 100% keçmişik. tamam, olsun. Ee, bu belə. Bura ilə bağlı sual var. Buyur. Sual varmı? Yox. Bu arada interfeyslərin ikinci bir növü functional interfeyslərdir. Functional interfeyslər haqqında ümumiyyətlə məlumatınız varmı? Bir dəfə demişdim müəllim ki, bəs içində bir dənə abstrakt metod olacaq. Qutardı. Harda istifadə olunur, necə, niyə istifadə olunur demişik bu arada. Deyəsən çox dərin getmədi amma. Gəlin indi onu izah edək.
Mən bəzən yadımdan çıxır mövzu. Lambdalarda istifadə edirdik də səhv etmirəmsə. Necə? Bəli, bəli. Doğrudur, Ha, doğrudur. keçmişdi, düzdür. Lambalarda istifadə olunur, doğrudur. Qısa bir dənə sürətli formada deyim. Deməli, ümumiyyətlə, function interface əsasən nədir? Lambda var, gəldi Java-nın 8-ci versiyasından sonra. Lambda bunun əsas məqsədi nədir? İçərisində yalnız bir dənə abstraksiya saxlayır. Baxın, bu da interview sualıdır. Əgər deyir ki, ümumiyyətlə function interface nədir? Function interface odur ki, içərisində bir dənə abstraksiya saxlayan bir metoddur, bir interfacedir və bunun nəyi var? Baxın, function interface təyin eləmək istəyirsinizsə, sizə daha yaxşı olar ki, annotation istifadə edəsiniz. Add functional interface annotasiyasını istifadə edəsiniz. Niyə bunu istifadə etməyinizi tövsiyə edir? Interface tutaq ki, my function deyək də, Amma o custom yaratmağı bir dənə göstərisi olar sonra. göstərirəm elə. Elə onu göstərirəm. Deyil? Görürsən? Siz annotation yaratmağı göstərirsiz yoxsa interfeysi? Yo, annotasiya yaratma yox. O function interfeysi, custom function interfeysi. Annotasiyaları hələ deməmişəm mən sizə. Məncə heç birini deməmişəm. Düzdürmü? Xeyr, demək keçməmiş. Baxın, qızarıb. Niyə qızarıb? Çünki deyir ki, sən bunun function interfeysi olduğunu dedin, amma içərisinə ən azından bir dənə. Baxın, yalnız və yalnız bir dənə abstraksiya tələb eləyir bu. Okeymi? Tamam və bu arada annotasiyanın olması məcbur deyil, amma olmasının bizə faydası var. Annotation nədir? Məlumat verir ki, GVM-ə ki, qardaş, bax bu belə bu function interface olmalıdır, amma o function interface deyil. Bir növ tipini müəyyən edir də. Aydınmı? Void məsəl üçün nə olsun? Test olsun. Test olsun. Hansı function interfaceləri tanıyırsınız? Hansı function interfaceləri tanıyırsınız? Tanıdığınız ümumiyyətlə araşdırmısınızmı bu mövzunu? Mən də bilmirəm. Bəlkə, tamam. İndi bir dənə göstərim burada şey deyərik. Deməli, baxın, my function interface adlı burada bir dənə klassım var. Bu main də ola bilər də, yəni önəmli olan o deyil. Bir dənə bura public Belə belə consumer falan bir dəfə consumer görmüşəm. Onu deyirsiz? void main. Deyəcəm mən, hə, mən. Voidmain. Bunun da listi var. Necə digərləri olduğu kimi bunun da özünün listi var. Nə edirik? Deməli, baxın, bunun əsas məqsədi nədir? Əsas məqsədi bir abstraksiya saxlaması və paraleldə lambda funksiyaları təyin etmək üçündür. Bir də əsas məsələ burada verilən metodları dəyişən kimi istifadə etməyə icazə verən bir üsuldur da bu. Aydınmı? Yəni bu nədir? Məsəl üçün, mən gəlirəm deyirəm ki, baxın, my function, yəni bu interface tipində bir dənə dəyişən təyin eləyirəm və buna bərabər qoyuram. Baxın, lambda bir funksiya yazıram. Yazıram ki, shout nə olsun? Data test edildi. Okey. Görürsüz, data test edildi dedim. Tamam mı? İndi nə edirəm? Gəlirəm bu function içərisinə nöqtə test metodunu çağırıram. Avtomatik olaraq bu nə edir? Mənim burada verdiyim şey nə olduğunu main public static void main'i vermişik. Nə oldu bunu? Bu niyə işləmədi? Maraqlıdır. Bir dəqiqə. Yəni təzə bir şey yaradım, klass yaradım. Ana nə? FNI yazıram buna. Klassın adına belə deyirəm. Okey, bura main deyim. Bu maraqlıdır burada. Oldu, orada olmadı.
Yəqin ki, məndən nəsə istəyib, mən onu verməmişəm, ona görə olub. Tip istəyib ya da nəsə bir şeylər istəyib mütləq. Normalda olmalıydı mı? Burada maində mötərizədə yəqin yazmamışsınız bəlkə də. Əslində prinsipcə bu burada işləməlidir də. Müəllim, bəs functional interfeysi klasa şey eləmirəm, üstünə qoymuram. Yoxsa Necə? function annotasiyanı bu klasın üstünə qoymalı deyiləm. Your annotation klasa yox, interfeysə tətbiq olunur. Hı. İndi dəstəklədi. Bir dəqiqə. İmplementasiya eləməyibsiniz müəllim, onunla olur. Yox, bunu implementasiya eləmək üçün deyil ki, bax. Mən dəyişən tipi yaratmaq istəyirəm burada sadəcə. Prosta burada bir şey var, duplicate my function hardadır? Ha, burada da var, burada da var. Ona görə də. Bir dəqiqə. Bunu silim bir dənə. İki dənə olub ona görə çevirir. Ümumiyyətlə niyə implementasiya eləmir ki? Bəs interfeysin ki İmplementasiya implementasiya edir. bunu dedim axı bax, implementasiya eləmək üçün olan interfeys deyil. Bu interfeysin məqsədi nədir? Bu interfeysdən təyin olunan, bax, bu ənənəvi interfeys deyil, Fuad. Bunu bir dənə diqqət elə. Sırf ona görə intervyuya salınır bu. Bu ənənəvi interfeys deyil. Bu interfeysin əsas məqsədi nədir? Bundan bir dəyişən yaradılır. Okay. Bu dəyişənin içərisinə, yəni içərisində olan abstraksiya metoduna yerindəcə bir gövdə yazılır. Aydındır? Başa düşdünmü? Əsas məsələ burada budur. Okay? Aydın, Yəni, aydın. məsəl üçün, my function-ın test metodu var. Okay? Test metodunu run eləyirəm. Data test edildi deyir. Tamam mı? Burada bir dənə bir my function 1 yaradıram. Buna bu formada bir dənə data ötürürəm. Yazıram ki, south məsəl üçün hello yazdım. Okay, run elədim. Baxın, nə elədi? Data test edildi dedi. İndi burada keçirəm function 1.test. Bax, hər biri üçün ayrıca gövdə qaytarır. Görsənmi? Bu implementasiya edilmək üçün deyil. Aydındırmı? Bu nə üçündür? Sadəcə informasiyanı belə deyim də bir dəyişən tipi yaratmaq, o dəyişən tipin içərisində olan metodu yerindəcə gövdə təyin etmək üçün istifadə olunan bir metod tipidir. Əsasən də istifadə olunur Java 8-dən sonra gələn lambda funksiyaları təyin etmək üçün. Yəni lambda funksiyaları dəyişən kimi mənimsədən də istifadə olunur. Hara metoda mənimsədən də istifadə olunur. Aydındır? Hə, burada bir dənə bir məsələni diqqətinizə çatdırım. Bura qədər nə sual var? Bura qədər nə sual? Məndə yoxdur. Hələ ki, yox. Function necə? Hələ ki, eləmirəm. Function interfeyslərin bu arada bir dənə də yazaq Java-da. Java functional interface list. Demək, burada görək nələr verəcək. Hə, baxın, consumer var. Sonra baxın, bunların function özü var, supplier var, başqa-başqa funksionallıqlar var. İndi bunların bəziləri haqqında məlumat verə bilər. Məsələn, runnable var, callable var. Runnable və callable bu arada multi-thread belə deyim də, multi-thread mexanizmlərində istifadə olunur və Mən elə onu soruşacaqdım o callable. Callable, Running bəli. Bunlar interpret. multi-thread belə deyim də, threadlərlə işləyərkən istifadə olunur. Yəni çox bəsitdir. Biri geriyə data qaytarır, biri geriyə data qaytarmır. Bu qədər bəsitdir. Aydındırmı? Okay? Tamam. Yəni istifadəsi eynidir bunlar kimi. Yoxsa necə? Bəli, istifadəsi eynidir. Doğrudur. Sadəcə orada təyin eləyəcəyimiz belə deyim də dəyişən, o tipdən təyin edəcəyimiz dəyişən, məsəl üçün thread-lə mən geriyə dəyişən data qaytarmaq istəyirəmsə, thread nədir? Multi asinxron əməliyyatlardır da. Thread-dən mən geriyə data qaytarmaq istəyirəmsə, gəlirəm, məsəl üçün callable eləyirəm onu, qaytarmaq istəmirəmsə runnable eləyirəm. Aydınmı? Bəli. Biri run oluna biləndir, biri run oluna bilməyən.
da. Daha doğrusu biri data qaytara bilir, biri data qaytarmır. İndi keçək bura. Hələ ki bura ilə bitirək. Baxın uşaqlar, bir dənə qızıl qayda var burada. İntervyuda yenə də baxın sualı soruşacaqlar mütləq. Deyir ki, sənin bir function interfeysin var. İntervyu bitdə də bu arada bundan qarşılaşacaqsınız. Deyir ki, sənin bir function interfeysin var. Mən onun içərisinə statik və default olaraq metodlar təyin edə bilərəmmi? Və yaxud təyin edərəmsə, bu hələ də function interface olaraq qalırmı? Yəni annotasiya mənə error verirmi? Siz əgər baxın, bura integer, məsəl üçün hello desəz, deyirəm ki, bunun bir dənə hello adlı metod var. Avtomatik olaraq error çıxacaq. Niyə error çıxacaq? Deyir ki, sən function interface annotasiyası tipində bunu təyin eləyibsən. Bax, ona görə deyirik, annotation-ı yazınız. Annotation-ı yazmasaq, baxın, burada heç bir error vermədi. Tamam. Əldə çıxmışdı. Burada heç bir error vermədi. Annotation ona görə deyirik ki, o sənə qabaqcadan xəbərdarlıq eləsin ki, sən bunu səhv edirsən. Okay, yəni yalnız bir dənə abstraksiya təyin edilə bilər. Amma ki, biz bilirik ki, interfeyslərin içərisində həm statik tipdə, static, void, nə bilim, nə olsun adı olsun print misaldır. Bir metod var, saut yazırıq içərisinə, hello, run elədik. Birinci məsələmiz budur. Okay. İndi ikinci məsələmiz default olaraq təyin edə bilirik. Default. Okay. Default açar sözü ilə yazaq. Deməli, nə olsun adı? Bu da olsun void. Nə bilim. Hello olsun. Hello olsun. Bura onda belə eləyək də. Hello static. Belə deyək bunun adına. Bunun da adına deyək. Hello default. Okay. Baxın, bu formada biz metodlar təyin edirik. Bu hələ də, yəni heç bir problem çıxartmadan bizə nə olur? Function interface olmaq xüsusiyyətlərini daşıyır. Niyə? Çünki function interfacelərdə yalnız bir dənə bir şey var. Nədir? O da ki, deməli içərisində sadəcə bir dənə abstraksiya olmalıdır ki, biz o abstraksiya bu formada təyin edəndə həmin abstraksiyanı rahat formada, abstrakt olan metodu rahat formada override edək. Əslində biz burada bilsin nədir uşaqlar? Function interface tipində təyin etdiyimizə görə bu funktın içi func bərabərdir. Bunu yazanda bu bir növ getdi arxada bir dənə klass yaratdı. Baxın, bunun tipində bir obyekt yaratdı. Obyektin içərisində olan test metodunu niyə deyir bir dənə abstraksiya olsun? Hardan bilir o testi? Test olduğunu bilmir ha o testi. Sadəcə olaraq deyir ki, bunun içində olan abstrakt metodu get bunu ilə override elə dəyişdir. Aydınmı? Elə bir bu getib testi axtarmır. Sadəcə axtarır. Abstrakt metod hansıdır? Deyir test. Deyir onda okey, get testi burada override elə. Aydındır? Okey. Tamam. Sual var nəsə? Bir. Okay. Hello-nu çağırdıq. Baxın, hello default çağırıldı. Hello default nə işə yarayır? Deməli, bunun şeydir də, default metodudur. Run eləyib işlətdik. Hə, indi sual. Gəlirəm bura. Function bir nöqtə. Nə idi o birisinin adı? Print. Print. Sual. Bunu yazdım, error verdi. Niyə error verdi? İndi bunu kim izah edər? Aha. Çünki müəllim statik açar sözünə görə yəqin. Təbii ki, əlbəttə. Prosta belə deyək də, niyə oldu bu? Çünki müəllim function 1-ə biz lambda ötürmüşük. O da şey deyil axı. Nəyə override eləsin ki? Necə? Yəni yuxarıda müəllim lambda ötürmüşdük ki, override eləsin də. Burada Çox bəsit. printdə şey. Statik açar sözü interfeysə aid olan bir dəyişən saxlamaq üçün deyil, bu klassa aid olan bir dəyişəndir ona görə. Çox bəsitdir. Ən sadə şeyi budur. Statik dəyişənlərin hamısı birbaşa demişdik, klassda saxlanılır, düzdür? Doğrudurmu? Biz bundan əgər bir klass yaradarıqsa, ehtiyac olacaq statika. Yəni çata biləcək statika. Yəni statika sənin çatmaq üçün bir klassa ehtiyacın var. Yəni onun ana elementi klass olmalıdır. Başa düşdün?
Aydındır? Hı Ona hı. görə sən ondan çata bilirsən. Amma default interfeysin özünə aiddir deyə rahat formada çatıb üzərində əməliyyatlar apara bilirsən. Bunu biz bir Mənə dəfə bir şey demir. Burada anonim klass yaradanda statikdən satırıq da, düzdür? anonim klass yaratsan, hə, bir üsulu o da anonim klass yarada bilərsən, bəli. Amma belə klass yaratma olmur, ancaq anonim olur. Mən ona görə dedim. İnstansiya eləyə bilərsən də, implementasiya eləyə bilərsən. Təkcə bu bunun üçün deyil axı. Hə, implementasiya edib şey eləyəndə, yəni. Bəli. Okay. Hı. Belə. Başqa deməli burada nə qaldı? Deməli, hə, bu arada bunun tipləri var. Məsəl üçün function ümumiyyətlə Java-da sonradan function interfeyslər əsasən gəlir utility class-ın içindəki function bir şey var, paketi var, onun içindən gəlir, göstərim. Bunu inanmıram. Normalda bunu soruşmurlar, amma juniorlara bu dəqiqə intervyuda elə şeylər soruşurlar. Nöqtə, utility. O necə səni kim intervyu edəcək məsələsi var. Baxın uşaqlar, burada görürsüz function var. Bunun içərisində belə deyim də digər metodlar var. Consumer var. Ümumiyyətlə function nədir? Function əslində çox bəsit bir şeydir. Bir data göndərmək və data geriyə bir return data almaq olur. Nümunə yazaq da elə. Niyə şey deyirik ki? Gəlin function üzərindən bir nümunə yazaq. Function içindən bir nümunə yazaq. Functionın əsas məqsədi nədir? Bu özü bir function interface'dir. Function interface tipindədir, yəni şeyin içinə hazır gəlir. Bunun yazılış funksiyası bu arada yazılış üsulu budur. Bunun içində bir dənə apply adlı metod var. Yəni abstrakt bir metod var. Apply adlı. Görək keçsə görə biləcəyik. Deyib buna baxın. Apply adlı abstrakt metod var. Bu generic type olan bir interface'dir. Bunun return type'ı ikinci ötürüləcək tip, yəni obyekt, onun return type'ını birinci ötürəcək tipi isə argument type-ını bildirir. Okay, tamam. İndi nə edirik? Keçək bir dənə, onda da mən nə edirəm? Mən bir dənə metod yazdım. Metodum necə olsun? Function tipindən olsun. Deməli, bunun içərisində sadə bir nümunə yazıram. String bir dənə data göndərəcəm, argument göndərəcəm. Geriyə datanı alacağam, return eləyəcəm integer tipində. Sadə bir nümunə. Bu adətən DTO-ların plan konvertasiyasında istifadə olunur. Deyirəm ki, model tipində data ala, yox. Deyirəm ki, datanı ötürəcəm, məsəl üçün A DTO-su, məsələn, user DTO-su formasında geri return eləyəcəksən mənə şey formasında, user modeli formasında. Yəni konvertasiya zamanı bu üsuldan tez-tez istifadə olunur. Neyniyə? strlen deyirəm. Bərabər eləyirəm nəyə? Burada bir dənə metod yazıram. Deyirəm ki, bir dənə buradan string qəbul eləyəcəksən, str. Mən bu function klassdır, yoxsa necə belə? Nə? Düşünürəm. Function tipi nədir? Klassdır, Interface. Bu da interface. bax, bu bizim custom functional interface'imiz. MyFunc adında. Burayla bağlı sual varmı? Yoxdur. Java'nın bir də default function interface'ləri var. Listini də burada göstərmişdim. Görürsən? Bax burada. Görürsənmi? Func, consumer. Bunların indi bəziləri haqqında məlumat vermək istəyirəm ki, niyə bunlardan harda istifadə oluna bilər. Okeymi? Tamam. Məsəl üçün, bu func Java-nın utility functionunun içindən gəlir. Bu arada functional interface'lər utility function içindən gəlir. Bu paketin içindən gəlir. Tamammı? İndi nə edirik? Bunu təyin edərkən iki dənə data, bu generic type-dadır. İki dənə data göndərir. İçində də bir dənə apply adlı metodu var. Okay. Apply çağıranda sənin göndərdiyin da arqument konvertasiya olunur integer tipində. Yəni ikinci göndərəcəyin tipə. Bura indi mən string integer göndərməyimə baxma. Bax dediyim kimi, bura bir dənə modelimizin adını göndərərik. User modelidir. Deyirəm user DTO-nu verəcəm sənə. Sən mənə geri qaytaracaqsan user modeli. Aydındırmı? Yəni ola bilər də, düzdürmü? Yadınıza gəlir, DTO modelin içindən götürülmüş bir parça idi. DTO-da bəzi şeylər əski idi, düzdürmü?
Doğrudur. Konvertasiya üçün biz bu function metodunun apply metodunun functional interface'inin apply metodundan istifadə edə bilərik. Mən nə dedim? Dedim strlen adlı bir dənə, yəni deyirəm stringi convert elə integerə mənə. Convert elə deyərkən, yəni stringdən bir integer dəyər qaytar. Kimisini anlaya bilərik də. Nə deyirəm? Deyirəm buradan bir dənə string data gəlir. O string data nə edir? Mənə str-in lengthini verir. Yəni bir geriyə içəri göndərilən datası var, bir də çölə göndərilən. Gövdəni istədiyiniz kimi təyin edə bilərsiniz. Önəmli deyil. Aydınmı? Praktikada da istifadə olunur harda? Əsasən DTO-ları konvert eləmək üçün modellərə. Məsələn, mən orada ağlıma gələn bu dəqiqə oldu. Oturub fikirləşsək tapa bilərik. Yəni bir inputum var, bir də outputum var. İstədiyim kimi götürüb istifadə edirəm. Aydındır? Nə edirəm indi? Sort eləyək bunu. Buradakı strlen.apply, apply-ın içərisinə ötürürəm ki, salam dünya. Okey. Run edəndə mənə salam dünya nə qədərdir? 11-dən. 11 dənə element olduğunu qaytarır. Yəni bunu icra edib mənə qaytarır. Hətta belə eləyə bilərəm. Bu integer qaytardı mənə. Mən deyə bilərəm ki, bu mənə vəbşə string qaytarsın. Yəni deyirəm elə vəbşə string götürəcəm. Sən onu string olaraq da mənə qaytaracaqsan. Və burada da nə deyir? Deyir ki, ölçüsü 2 nöqtə qoyur bu formada. Yazır bura salam dünyanın ölçüsü 11. Aydındır? Bu ölçüsü mənə qaytarır. Misal deyirəm. Yəni əksərən bu məqsədə istifadə oluna bilir. Bir giriş tipi var, bir çıxış tipi var. Yəni bunu elə integer ikisini də eyni tip qoymayaq çaşdırmasın deyə də. Yəni əsas məqsədi budur. Niyə? Okey, bu formada. Sual var mı buraya qədər functionla bağlı? Evet. Hə, bir də var bunun consumer. Consumer nədir? Gəlin consumer-da göstərək. 4-ünü göstərəcəm kifayətdir. Consumer var. Consumer nədir? Bu da aktiv olaraq istifadə olunur. Yenə də consumer gəlir yuxarıdan function içərisindən. Consumer. Deməli deyirəm ki, consumer tipində bir dənə dəyişən təyin elə. Bu isə nə edəcək? Giriş datasını alır, bizə heç nə return eləmir. Deyə bilərsən, harada istifadə edə bilərsən? Loqlamada. Misal üçün. Deyirəm ki, string tipində bir dənə informasiya alınacaq. Tamam. Nə deyirəm? Deyirəm ki, print str. Sadəcə belə bir şey deyirəm. Bərabərdir. Deyirəm, buradan bir dənə text alır. Text alır və bu teksti nə edir? Sort belə eləyir də. Teksti ekrana yazdırır. Teksti ekrana yazdırır. Okey. Nə deyirəm? String str yazmışdım. Print. Print str nöqtə. Deməli, bunun hansı metodu var? Bunun accept adlı bir metodu var. Baxın, görürsünüz. Hardan görə bilərik? Buradan. Accept adlı metodu var. Generic type'dır. Göndərilən type'da arqument alır bizdən. Okey. Accept adlı metodu var. İçərisinə deyirik ki, bazaya sorğu göndərildi. Harda istifadə olunur? Məsəl üçün, mən bunu harda istifadə edirəm? Əsasən loqlamada. Məsəl üçün, mənim bir request'im var, mənə gələn request var, bizdə sistemlərdə loq anlayışı var. Nədir loqlar? Loq budur ki, tutaq ki, sənin bir datan gəlib sistemə girir, okey, daha doğrusu bir userin sistemə girir, orada bir işlər görür, bəlli işlər görür. Gördüyü işlərin hamısının əslində userin gördüyü işlərin hamısı bir qeydiyyata alınır. Nə iş görüb, hansı endpoint-a sorğu atıb, nə sorğusu atıb, nəyi dəyişib. Çünki user girib datanı dəyişib. Təsəvvür edin, əmək haqqın kimsə girib artırıb, sübut eləyə bilmirsən ki, bu əmək haqqı öz başına artıb. Misal verin və ya da krediti bağlayıb. Bunların hamısının loqları tutulur. Okey? Aydındır? Loqum müəllim databazda yazılır, yoxsa fayla? O seçdiyin log strategiyasına asılı olaraq dəyişir. Fayla da yaza bilərsən, database-ə də yaza bilərsən. Etibarlı hansıdır?
Necə? Yəni daha çox üstünlük verilən, etibarlısı, daha çox üstünlük verilən hansıdır? Konkret bir üstünlük verilən yoxdur, amma failə yazmağı, belə deyim də, ənənə failə yazmağı göstərir. Amma bu günləri analiz falan, statistika falan işin içinə girib deyə, məsəl üçün NoSQL, no-relational databaselərə yazırıq biz adətən. Məsələn, biz MongoDB-də saxlayırıq bunu. Amma faylda saxladıqlarımız da var da. Təbii ki də o log tipinə görə də dəyişir də. Produktdan produkta dəyişir. Əksər halda fayla saxlayırıq. Çünki file storage çox ucuzdur da. Aydındır? Bir də məsələ var ya müəllim, aydındır. Sadəcə indi bu hansı API-yə girir, nə vaxt girir, nə vaxt çıxır, bunları eləmək bəllidir, yəni yazmaq olur. Bu hansı əməliyyat aparıb, onu nətər istifadə edib yazırlar ki? Əməliyyat çox bəsit. Hansısa metodun içindən keçmirsən sən əməliyyat. Əməliyyat aparmaq üçün bir metod tətiklənir, düzdür? Onda hamısına print qoymalıdır da metodlara ki, sonra açıqlaması çıxsın Bax, da. middleware anlayışı var. Nədir middleware? Middleware-larla edirsən, amma indi girməyək o mövzuya. Oldumu? Çünki Problem deyil. başlı Nə başlı vaxt çıxır? mövzudur. Aydındır? Ay, Middleware-da. Middleware-da ay, tutursan. Elə bir ay. gömrük, bax ölkəyə bax bir şey deyim də. Çox bəsit məntiqini deyim. Ölkəyə hər yerdən giriş var da. Havadan girə bilərsən, nə bilim, sərhədlərdən girə bilərsən, düzdür? Ölkəyə girib çıxan informasiya hardan keçir? Gömrükdən, düzdür? Eyni məntiqi bura tətbiq edirsən. Bir gömrük qurursan sadəcə. Ay, Adına da desən middleware tutaq ki. ay. Əslində gömrük özü bir middleware'dır. Yəni ara qat da belə deyək. Neyini gömrükdən keçəndə tutursan, lazım olan şeyləri obработка edirsən. Ölkəyə necə olur? Pirotexniki vasitələr keçirə bilmirlər. Nəzarət hardadır? Gömrükdə, düzdürmü? Eyni məntiq bunun üçün də keçərlidir. Bunun da baxın uşaqlar, input type-ı var, return type-ı yoxdur. Okay? Tamam mı? Aydındır? Hə, bu əsasən istifadə olunur loqlamada filan. Hə, bu arada elə götürüb ancaq loqlamada istifadə olunur demək də yanlışdır. Ya baxın ona görə vurun. Əsasən. Yəni sadəcə baxın, gövdəsiz bir metoddur, accept adlı metodu var. Return type yoxdur. Əgər siz nəyisə return type eləmək istəyirsinizsə, bunu edirsiniz nə ilə? Function-la. Yox, consumer-dan onu edirsiniz ki, bu gövdəsi olmasın. Mən də bir ağlıma gələn nümunəni dedim. Bu sizin yaradıcılığınıza görə dəyişə bilən bir şeydir. Tamam? Ha, başqa hansı var? Bir də əsasən müqayisələr, yəni yoxlama, kontrollar aparmaq üçün predikat olmalıdır. Amma baxım görüm. Hə, deyim də predikat. Bəlkə də düzgün oxumadım, amma yazılışı bu cürdür, belə deyək. Bu da eyni qayda ilə gəlir buradan. Bunun da yenə bir dənə input type var. Return type olaraq boolean qaytarır bizə. Yəni ya true'dur ya false'dur. Keçək bunun içərisinə. Bu da test adlı bir metodu var. Boolean tipdə geri data qaytarır. Buradan göndərilən generic type-ı buradan alır. Bu arada generic type-ları mən sizə izah eləmişdim də, doğrudurmu? Bəli. Hə. Ayşən xanım yadınızda deyil generic type-lar. Çünki qruplar birləşməmişdən qabaq deyəsən izah eləmişdim ya birləş. Bəli, yadımda. Ha, okey. Hə, ola. Çünki bəzən olur bu arada uşaqlar, ola bilər ki, mən konkret bir syllabus əsasında şey eləmirəm. Yəni əzbər bir syllabusum yoxdur da, düzün desəm, bəlli bir anlayış var və syllabusu adətən dəyişirəm şeyə görə, gedişata görə. Bilirsiz necə olur? Bir təməl skelet var. Bir də ki, əlavə mövzular var. Məsələn, elə qrup var ki, orada əlavə mövzulara girə bilirsən. Amma elə qrup var ki, onlara əlavə mövzulara girməyə ehtiyac yoxdur. Çünki hələ təməli anlamayıblar. Məsələn, sizlə mən syllabusdan çox kənara çıxmışam şeydən də, əlavə suallar verirsiniz və s. Qarışdıraramsa mütləq deyin. Oldumu? Tamam. İndi keçək şeyə, predikatı yoxlayaq. Bu da eyni qayda ilə tətbiq olunur. Predikat. Geriyə return type-ı var, dedik input type-ı var, daha doğrusu return type-ı yoxdur. Nə edirəm? Mən deyirəm ki, çox bəsit bir məntiq yazacağam, amma yenə də eyni qaydanı siz özünüzdə tətbiq eləyə bilərsiniz. Mən istəyirəm ki, tutaq ki, ədədin validasiyasını yazaq. Müsbət ədəd daxil etməlidir. Məsələn, bir integer dəyişən gələcək. Integer dəyişən gələcək. Yazıram ki, is pozitiv. Misal. Verilən ədəd pozitiv ədəddirsə, yəni müsbət ədəddirsə, mənə true ya da false qaytaracaq. Nə edirəm? Bir dənə gəlirəm burada arqument göndərirəm. A arqumenti. Buradan da ox işarəsini qoyuram. Yazıram ki, A-nı
Əgər sıfırdan böyük bərabərdirsə, pozitivdir. Kiçik bərabərdirsə, bu arada bunu bu JavaScript sintaksini əlimə öyrəşib. Bunu belə deyək. Hə. Baxın, A-nın sıfırdan böyük olduğu hala baxır. Əgər sıfırdan böyükdürsə pozitivdir, kiçikdirsə negativdir. Bu arada sıfırın özünü də pozitiv qəbul edəsək, böyük bərabər yazmağımız daha məqsədə uyğundur. Keçən səfər kimi idi sizdə dediyiniz validasiyaları necə eləyirik müəllim? Hər biri üçün ayrıca metod mu yazırıq? Belə bir sual vermişdiniz. Xatırlayırsınız? Nə bilim, bu mütləqdir, bu vacibdir, bunun lensi filan şeydən böyükdür, bu e-maildir, bu telefon nömrəsidir. Xatırlayırsınızmı onu? Mövzu tanış gəlir, amma mən sual verməmişəm. Baxın onu burada yox, onu baxın bu üsulda o dediyimiz məsələnin, yəni problemin həlli. Məsəl üçün sizə bir request gəlir, amma bilmirsiniz də yaş göndəriblər sizə bir, amma yaş -33 yaşdır. Misal deyirəm. Yaş mənfi ola bilərmi? Xeyr. Deməli, burada nəsə xəta var. Baxın, kontrol eləmək lazımdır. O request, gələn request kontrol eləməyin yollarından da biri budur. Predikat. Nə edirik? Test edirik sadəcə. Verilən şərtə uyğundurmu, yoxsa yox? Nə edirəm? Gəlin yoxlayaq. System out. Prosta bir şey var ki, müəllim, bunlar çox bəsit hallarda istifadə olunur da. Yəni biraz sistem adcana 2 sətr böyüksə istifadə etmək lazımdır. Əslində xeyr, heç də belə. Yəni sistem böyüyəndə belə kiçik-kiçik funksiyaları yazırsan, axırda birləşdirirsən. Ya, onu demək istəmədim müəllim. Yəni funksiyanın ilə özündən söhbət gedir, yəni. Yəni funksiya biri var ki, adi yoxlama aparsın. Məsələn, belə sadə bir yoxlama, bir də var nisbətən mürəkkəb yoxlama. Yəni Mürəkkəb sətr sayı. yoxlamaya misal çək hələ. Belə deyim də müəllim, belə funksiya biri var ki, bir sətirlik kod olsun, lambda nədir? Bir sətirlik kod icra eləyir də. Yəni elə funksiyalar tətbiq Bizim də olunur. yəni bir dənə funksiya deyə bilərsən, məsəl üçün bax burada bu işə yaramayacaq. Yox, o ağlıma yoxdur dəqiq müəllim. Amma Yəni yəni mən sənə bir faktiki şey ola bilər deyim. də. Sən bax, bilirəm sən nə deyirsən. If-lərin sayını artırmağı seçirsən. Düzdür? Amma Elə sənə bir şey. Java sənə bunu demir. Sən if-lərin sayını bu sintakslər niyə çıxıb bilirsən? Fuad. İflərin sayını artırmayasan deyə. Pozitiv üçün ayrıca, email üçün ayrıca. Məsəl üçün yazsan bura. Is email. Baxın. Yaxşı müəllim, elə dediyiniz sözdən deməli indi ağlıma gəldi. Tutaq ki, e-maili mən bir neçə şərtə uyğun apara bilərəm də. Email İşarəsi olmalıdır, komla bitməlidir. Bu şey bir dənə sətrlə idarə edilmirsən axı bunu. Ya da bunu bir neçə yerə bölə bilmirsən. Yox, bax. Bax, email düzdür? Misal üçün, email düzdürmü? Bir data geri qaytarmalıdır, düzdür? Emailin içərisində nöqtə nə olmalıdır? Məsəl üçün olsun bir dəqiqə. Bir şeyi Belə götürək ki, müəllim, indi e-mail də hardasa eləmək rahatdır. Amma misal üçün götürək ölkə kodları ilə başlayan misal üçün bir sistem, misal üçün ya da misal üçün 11 onlarda sətr ölkə eləmək kodları. olur bu arada. Mən e-mailin məntiqini yazıb fikirləşirəm. 11 sətr eləmək olur. Bax, Ölkə kodları. regex in Java. Onlar çox sadə bir şeydir bu arada Fuad. Deyək. Mən çox Regular böyük olacaq. expressionlar deyə bir anlayış var. Bir sətrə həll edirsən sən onu. Ya o dediğin şey var ha. Validasiyalar regular expressionlardan bir sətrə əldə oluna bilir. Regular expression'da nədir? Gəlin bura bir dənə sadə bir regular expression verək. Regular expression olsun. Number, for number. Bu. Görə verəcək bu Google verir. Deyə da məsəl üçün burada necə bir regular expression verilib. Deyir ki, teksti, bu da. Deyir ki, D nədir? D ancaq 0-dan 9-a qədər olanları götürür də, düzdür? Yəni 0-dan 9-a